İlahi əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. Bu danışılan sözlər qəlblərimizdə təsir elə. Bu danışılanlara əməl eləməyə bizi müvəffəq elə. Hər kimin ürəyində nə hacəti var, nə dərdi var, hamımızın dərdlərimizə dərman elə. Bütün çətinliklərimizi öz qüdrətli əlindən həll elə. Ömrümüzün axırınacan bizə halal minnətsiz ruzi mərhəmət elə. Özümüzü, ailələrimizi ağla gələn, gəlməyən bəlalardan hifz elə. Övlad həsrətində olanlara salih, sağlam övlad nəsib elə. Maddi ehtiyacı olanların maddi ehtiyaclarını öz zəngin xəzinələrindən əda elə. Gələn günlərimizi keçən günlərimizdən xeyirli elə. Bizim barəmizdə dua eləyənlərin özləri barədə bizim barəmizdə xeyir dualarını qəbul elə. Kimlər ki bizdən dua istəyiblər hacətlərini rəva elə. Ölənlərimizi qəriq rəhmət elə.